Davam edirik. Hansı sözlər nöqtələrin yerində işlənə bildikdə biri zərf olmaqla müxtəlif nitqçələri olar? Deməli, hansı sözlər nöqtələrin yerində işlənə bildikdə biri zərf olmaqla müxtəlif nitqçələri olar? Deməli, yaxşı əsər. Buradan uşaqlar, yaxşı əsər yaxşı oxundu. Yaxşı əsər sifət olacaq, yaxşı oxundu zərf. Çox əsər çox oxundu. Say və zərf. Xeyli əsər xeyli oxundu. Xeyli say olar, xeyli oxundu zərf olar. 1, 3, 4. Zərfin bütün məna növlərinə aid nümunələrin olduğu cümlələr. Dünən zaman, ora yer, həvəslə tərs, xeyli istifadə etməyə aiddir miqdar. Biri götürəcək. Orada yer, dünən zaman, xeyli kitaba aiddir, saydı. Həvəslə bu tərzdir, miqdar yoxdur. 2-ni çıxacaq. Burada hava qaralanda yerdir, burada yoxdur. Qəflətən, burada tərz, xeyli zaman, deməli nə yoxdur? Miqdar yoxdur. 3-ü də çıxacaq. Səhər zaman irəli yer, rahat-rahat dincələrik. Tərz, bir qədər dincələrik, miqdar. 1, 5. Götür qoy etdikdən sonra dostlarımla mən dediklərinizə inandıq, dediklərinizə tərkibindən hansı söz çıxarsa cümlədə zərf də olar. Götür qoy etdikdən sonra dostlarımla mən dediklərinizə inandıq. Deməli, burada sonra sözü uşaqlar qoşma ola bilər, düzdür? Və qoşma da burada zərf də ola bilər. Götür qoy etməyə çıxarsaq, çünki dən çıxacaq buradan. Sonra dostlarımla mən dediklərinizə inandıq. Bu qalacaq müstəqil zaman zərfi. Biri çıxarsaq qalacaq. Cümlə əsasında düzgün fikirləri müəyyən edirik. Axşam qapı 1-dən, axşam zaman 1-dən tərz, taybatay tərz, bayırdakı sifət, açılmaq feil, 2-2 daxil oldular tərz, içəri yer, cəld daxil oldular tərz. Deyir, zərfin bütün məna növlərinə aid nümunədən istifadə olunur. Burada mən miqdar görmədim. Doğruları istədiyinə görə birləri atacaq. Düzəltmə sözlərdən birinin kökü zərfdir. Baxıram elə, bayırdakı da ki, bu düzəltmə sifətdir. Bayır olar. Bir də hələ qalsın burada. Zərflərdən biri feili xəbərə aid deyil. Feili xəbərə aid deyil. Axşam qapı 1-dən açıldı. 2-2 içəri daxil oldular. Yox, aid daxı. Bu getdi. 3 getdi. Zərfin bir məna növünə aid qurucu 3 müxtəlif cür var. 2-2 tərz, mürəkkəb, sonra 1-dən düzəltmə, cəld, sadə. Bəli, bu düzdür. 2 ilə 4. Yerinə görə isimlə amonim ola bilən zərfdən istifadə edilmək. İsimlə amonim olmur axı, ortaq sözlərdir onlar. Gecə, nə bilim, axşam filan, amonim deyil onu. Nöqtələrin yerinə yazıla bilən zərf hansı cümlədə işlənib? Tərzdir, feilə aiddir, kökü sifətdir. Deməli, Əhməd kişi çox çalışqan. Burada yox. Rüstəm kişi mehribancasına. Bəli, mehriban sifətindən casına leksiklə zərf düzəlib. Sonra tərz bildirir, kökü də sifətdir. Bəli, feilə də aiddir. Gəldik, bura baxırıq. Verilmiş cümlələr əsasında cədvəldəki doğru fikirləri müəyyən edin. Sonra o dinməzcə otağı tərk etdi. Sonra zaman dinməzcə ədatdır. Deyir ki, mən indi həmin pöhrələrə, baxım elə burada nə deyir? Zərflər cümlənin baş üzvünü izah etmişdi. Sonra tərk etdi, dinməzcə tərk etdi. Bir götürək. Doğrular istəyir bizdən. Birləri saxlayaq. Zərfin 2 müxtəlif məna növü işlənmişdir. Zaman, bir də tərz. 2-ni də götürək. Bu qalacaq. 4-ə baxım. Mən indi həmin pöhrələrə sevə-sevə qulluq edir. Onları yaxşı qoruyuram. İndi, bir də yaxşı. 4-də nədir? Zərflər quruca sadədir. Doğrudur. İndi və yaxşı. Düzdür. Axşamüstü çobanlar sürüləri örüşdən geri gətirdilər. Mürəkkəb və sadə zərf işlənmişdi. Axşamüstü və geri, bu da düzdür. Verilmiş cümlə ilə bağlı yanlış fikirləri müəyyən edin.
O cəld dizləri üstə cəld qalxıb əlini gözünün üstünə tutaraq diqqətlə irəliyə baxmağa başladı. 3 müxtəlif məna növü. Deməli, tərs, yenə də tərs, yer. 2 müxtəlif məna növüdür, 3 yox. Qururca düzəltmə olan zərf cümlənin xəbərini izah edin. Deməli, diqqətlə baxmağa başladı. Olar. 2-ni götürək. Baxaq. Zərflərin hər biri müstəqil cümlə üzvüdür. Cəld qalxıb, o, məsələn, baxmağa başladı. Deməli, cəld dizləri üstə qalxıb, əlini gözünün üstünə tutaraq. Yox, burada tərkibdə gedir, müstəqil deyil. Ona görə 3 yanlışdır. 2-yə baxın, 5-ə baxın. Qurursa sayda olan zərflər müxtəlif məna növündədir. Cəld tərs, sonra irəli yer. Hə, düzdür, müxtəlifdir. Cədvələ əsasən uyğun fikirləri müəyyən edirik. Zərfin 2 müxtəlif məna növünə aid nümunə işlənmişdir. Deməli, yenə zamandır, onu daha bərk alovlandırdı. Bərk necə? Bu da tərzdir. Deməli, 2 müxtəlif məna növü zamanla tərs, düzgünü istəyir də biri götürək. Sonra, xeyli oturub, xeyli miqdar dincəldikdən sonra bu qoşma, axşam, zaman, 2 müxtəlif yola davam etmək. Aha, 1-2-ni götürək. 4-ə 5-ə baxım elə. Zərfin qururca 2 müxtəlif növünə aid nümunə işləmişdir. Bərk, sadə, qəfildən düzəltmə. Aha, hərdən düzəltmə, sonra sadə, düzdür. Götürəcək 1, 2, 4, 5. Verilmiş cümlə ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Deməli, içəridən balaca uşaqlar çıxıb maraqla mənə baxır və bir-birinə nəsə pıçıldayıb xısın-xısın gülürdülər. İçəri 1, sonra başqa, maraqla 2, bir-birinə bu, nəsə pıçıldayıb xısın-xısın 3. Kəmiyyət və zaman zərfi işlənməmişdir. Deməli, maraqla, içəri, xısın-xısın. 1 düzdür. Zərfin qururca hər 3 növünə aid nümunə var. Deməli, sadə var, mürəkkəb var, düzəltmə var. Doğrunu istəyir də bizdən. Düzdür? 2-ni götürəcəyik. 1-i götürdük, 2-ni götürdük. 4-ə baxın. Yanlışdır. Düzəltmə və mürəkkəb zərflər müxtəlif məna növündədir. Bu xısın-xısın tərzdir. Maraqla da. Bu yanlışdır, bəli. İkisi də eyni məna növündədir. Verilmiş cümlələrə əsasən Eyler-Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Qocanın üzü birdən-birə sevinclə parladı. Sevinclə. Hava tamamilə qaralsa da uşaqlar hələ gəlib çıxmamışdılar. Deməli, quruluşuna görə mürəkkəb olan zaman zərfi işlənmişdir. Deməli, bu səhvdir. Bir səhvdir. Düzəltmə zərf hərəkətin tərzini bildirir. Düzəltmə zərf hərəkətin tərzini bildirir. Deməli, bunu nəyə götürüblər burada? Bəli, 2 düzdür. 2 doğrudur. 3-ə baxım. Deyir, zərflərin quruluşu növləri fərqlidir. Burada mürəkkəbdir, bu düzəltmədir, bu düzəltmədir, bu sadədir. Hə, düzdür. 5-ə baxım elə. Kəmiyyət zərfi şərt şəklində olan feili izah edir. Tamamilə qaralsa. Bəli, bu sırf buna aiddir. Cavab olacaq 2, 3, 5. Verilmiş cümlə ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Uşaq şirin-şirin yuxulayır, balaca və gözəl dodaqları arabir gülümsüyürdü. Şirin-şirin mürəkkəb tərz, balaca gözəl bu sifət, arabir mürəkkəb zərf, zaman zərfi. Zərflərin həm quruluşu, həm də mənaca növləri fərqlidir. Mənaca növləri fərqli deyil, amma quruluşları mürəkkəbdir. Bir yanlışdır. Birləri variantdan çıxaq. Həm hərəkətin tərzini, həm də zamanını bildirən zərf işlənmişdir. Tərzini bildirən, bəli, zamanını bildirən düzdür. Yanlışdan zərflərin hər ikisindəki zamanda olan feili izah edir. Yuxulayır, gülümsəyirdi. Bu düzdür. Tərz hərəkət zərfi quruluşca mürəkkəb, zaman zərfi isə sadədir. Zaman zərfi də mürəkkəbdir, tərz də mürəkkəbdir. Yanlışdan yanlış, doğrudan doğru 2, 4 olacaq. Verilmiş cümlələrlə bağlı müqayisə cədvəlindəki doğru fikirləri müəyyən edin.
Dedilər ki, çox işləmisən, get biraz dincəl. Doğruları istəyir bizdən uşaqlar. Zərflər xəbər şəklində olan feilləri izah edir. Dedilər ki, çox işləmisən, xəbər şəkli işləmisən, işləmişsən. Biraz dincəl. Bu əmr şəklini izah edir. Dincəl. Bu səhvdir. Ona görə biri atacağıq. Bizdən doğrular istəyir. Zərflər hərəkətin kəmiyyətini bildirir. Hə, burada hə, baxım görün burada da mı? Yanındakı ortaq yer var deyə. Yanındakı oğlanı dərhal tanıdın, dostyana. Hə, bu sırf buna aiddir. 2-ni götürəcəyik. Zaman və tərz hərəkət zərfi işləmişdir. Dərhal, dostyana, bəli. 3-ü götürürük. 4-ə baxım, zərflərin qurucu növləri eynidir. Deməli, burada çox sadə. Bu sadə dərhal. Dostyana düzəltmə yox, səhvdir. Quruca sadə olan zərf var. Bəli, çox. Burada da dərhal. Bəli, olacaq 2, 3, 5 C variantı. Hansı sözlər zərfdir? 1. Bu sinifdən sinifə defissizdirsə zərf deyil. Yanaraq feili bağlamadır. Ara sıra hə. İçin hə. Gedər gəlməz feili bağlamadır. 1, 4, 5. Hansı sözlər zərfdir? Dan üstəgəl əvvəl dəyişə bilmirəmsə qoşmadır. Dəniz isimdir. Sakit görünmək, bəli. Hərəkətə aiddir. Gələndə feili bağlamaq, xeyli danışardıq. Miqdar. Kənddən isimdir. Diqqətlə tərz hərəkət zərfidir. Götürəcəyik bunu 7-ni. Cavab olur 3, 5, 7. Uğurlar uşaqlar.